Mart ayı gələndə evimizin qapısı qəmlə açılır. Amma əvvəlki kimi bayram səsi yox, xatirələr asta addımları ilə girir içəri. Bir vaxtlar 14 Mart səhəri evimizdə günəş başqa cür doğardı. Süfrə açılardı. Qohum qonşu gələrdi. Gülüşlər göylərə ucalardı. Sən isə evimizin şahzadəsi kimi oturardın süfrənin baş tərəfində. Əziz şahzadə anam, indi isə o gün gələndə şam yox, xatirə